Salam, xoş gördük dəyərli izləyicilərimiz. Bu günlərin Binə qəsəbəsində 218 nömrəli məktəbin, 84 nömrəli bağçanın tam yaxınlığında, yola çox yaxın ərazidə olan bir evin çəkilişinə gəlmişik. Dəyərli izləyicilərimiz, evimiz yaşayışlı evdir. Evimizin F16 kombi işləyir. Evin yanına yoluna keçməyə qəşəng rahatçılıqla yeri var. Kürsüsü 7 daşdır. Dəyərli izləyicilərimiz, gəl bir dənə gedək, evin içini təqdim edək. Belə dəyərli izləyicilərimiz, girdiyi evimizin koridor hissəsi budur. Mərkəzləşdirmiş işimiz buradadır. Baxın, kondisioner üçün yer deyil, avucu kondisionerin yeridir. Oradadır dəyərli izləyicilərimiz. İlk öncə əvvəl gedib bir dənə, solda gözəl bir dənə qonaq otağı ilə qarşılaşaq. Dəyərli izləyicilərimiz, geniş, super, keyfiyyətli ev bax budur. Və bir uşaq otağı burada nəzərdə tutulub. Dəyərli izləyicilərimiz, evimizin komisi, kanalları vardı üçü də. Bax, belə bir dənə gözəl, şirin bir mətbəximiz var burada. Elektron avadanlıqdan başqa qalan hər şey qalacaq burada. Bunu mən demirəm, amma ev yəsi deyir. Və ikinci bir yataq otağı. Bunlar da, yavaş deyirəm, bizdən sizə pay hədiyyə. Super. Baxın, bu da sanuzundan sanitar. Bax, kimsə deyəcək, nə bilim, nəmişdi, filan, təsməkan, elə şey yoxdur. Bu da üçüncü bir yataq otağımız. Dəyərli dostlarımız, evimizin qiyməti 63 minə satışa çıxır. Reallıq olsa, demişəm onu da, reallıq olsa, indirim olacaq. Yola, bağçaya, məktəbə yaxın, bundan başqa da ev tapa bilməyəcəksiniz. Tələsin.